belə bir əla həyət evi çəkib təqdim edirəm. Çox əla qiymətdən. Başqa heç bir yerdə bu evi bu qiymətə görə bilməzsiniz. Kupçalı evdir, evin və torpağın kupçası var. Dövlət ipotekasına yararlı evdir. Cazibədar görünüşə, möhkəm tikiliyə sahibdir bu ev. 4 otaqdan ibarətdir. Torpaq sahəsi 3 sot, hörmətli izləyicilər. Həyət yanı sahəni sizə göstərim. Giriş qapısı, baxın, bu hissədə trap döşənilib. Bütün məlumatlar təfərrüatı ilə nəzərinizə çatdıracağım. Hündür zirzəmi üzərində inşa olunub. Zirzəminin boyu 2 metrdir, rahatlıqla hərəkət etmək mümkündür. Evin çöl görünüşü belədir. Görün necə gözəl təmir olunub. Həqiqətən də qeyri-adi daşlardan, termoqlaydan istifadə olunub. Zirzəmidə rahatlıqla hərəkət etmək mümkündür. Boyu 2 metrdir. Sadəcə qaranlıq olduğundan, oran lampası olmadığından mən sizə göstərmirəm. Evin qiyməti 148 min manatdır. Alıb ailənizə, övladınıza hədiyyə eləyə biləcəyiniz, can rahatlığı ilə ala biləcəyiniz möhkəm, möhtəşəm bir evdir, hörmətli izləyicilər. İndi evin daxilinə tanış edəcəm. Siz 2 metrlik foye var. Evdə foye, deməli, dəhliz, mətbəx, istibol, hörmətli izləyicilər. Giriş isə bu qaydadadır, baxın. Təmir özü danışır. Mənim əlavə şərhə ehtiyacım yoxdur. Sadəcə otaqları nəzərinizə çatdıracağım. Girişdə baxın, solda mətbəx sahəsi yerləşir. Elə solla davam eləyək. Solda evin mətbəx sahəsi yerləşir. Təxminən 3-5 ölçülərindədir. 15 kvadrat metrlik bir mətbəx sahəsi mövcuddur. Burada belə bir aynə yığılıb, çılçıraq asılıb. Növbəti olaraq mən sizə zal hissəni göstərim. Deməli, solda mətbəx, sağda zal hissə yerləşir, hörmətli izləyicilər. Baxın, belə bir zal hissə gözəl işləmələrdən istifadə olunub. Həqiqətən də çox zövqlə təmir olunmuş bir evdir. Həqiqətən də 3 sotda Masazırda Yenibaşı yaşayış kompleksinin yaxınlığında belə bir 4 otaqlı ev, sahəsi 130 kvadrat metr, qiyməti 148 min manat mümkün olaraq. Sanitar qovşaqda qeyd etdiyim kimi istipoldur. Görürsünüz, duşqabın içində yer ayrılıb. Ev əvvəldən axıra qədər cüt kubiklə inşa olunub və mərtəbənin yekunda beton kəmər atılıb. Burada belə bir yataq otağı, evin arxa tərəfi ilə də 1 metrlik məsafə gözlənilib. Zirzəmidən o hissəyə qapı qoyulub, keçib əlavə əşyalarınızı o hissələri yığa bilərsiniz. Yenibaşı yaşayış kompleksi Masazın ən elit yaşayış kompleksidir. Kompleks daxilində bütün növ ictimai yaşayış obyektləri yerləşməkdədir. Rus bölməli, Azərbaycan bölməli məktəblər və sair və ilə axır hər biri mövcuddur. Evin 10 metrliyinə marşrut keçir. Bu ərazidən Vaz dairəsinə yeni Novxanı Saray yoluna çıxış 3 dəqiqəlik yoldur. Bu da kompleksin özü, hörmətli izləyicilər, arası 200-300 metrdir. Evin qiyməti başlanğıc olaraq 148 min manat. Əlaqə saxlamağı unutmayın. Dövlət ipotekasına yararlı evdə alıcılara indirim olunacaq. Sağ olun, hələlik.